Salam, hər vaxtınız xeyir olsun. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 9 mart tarixində keçiriləcək 11-ci sinif üzrə buraxılış imtahanının buraxılış vərəqəsi sayta yerləşdirilmişdi və indi mən sizə göstərəcəm ki, 11-ci sinif şagirdləri hansı şəkildə imtahanda harda iştirak edəcəklərinə baxa bilsinlər. İlk öncə Google axtarış sisteminə daxil oluruq və burada axtarış yerini Dümqovaz yazırıq və ekranda görürsünüz Dövlət İmtahan Mərkəzi gəlir üzərindən vururuq. Və burada görürsünüz imtahana buraxılış vərəqəsi 9 mart üzərindən vuraq. Və burada ümumi təhsil müəssisələrinə buraxılış imtahanı vərəqəsi daxil vururuq. Və burada görürsünüz şagirdlər üçün giriş var. Şagirdlər üçün giriş üzərindən vururuq. Və burada iş nömrəsi, soyad, ad, atad yazır. Əgər iş nömrəsini bilirsinizsə yazırsınız. Yox, bilmirsinizsə burada görürsünüz qırmızı yazı ilə yazıb buradan yazısı var. Buradan yazısının üzərindən vuraq. Və biz bura daxil olur və burada bizdən vəsiqənin nömrəsini istəyir. İndi mən sizə yeni və köhnə vəsiqələrdə həm vəsiqənin nömrəsini, həm də fin kodunun harda olduğunu göstərir. Köhnə vəsiqələrdə vəsiqənin nömrəsi burada işarələnmiş 9 rəqəmli simvollardır və burada AZ sözünü yazmırsınız. Birbaş 9 rəqəmli simvolu yazırsınız. Yeni nəsil şəxs vəsiqələrində vəsiqənin nömrəsi 9 rəqəmli AA ilə başlayan simvollardır və yenə AA ilə başlayan əsasını bütövlükdə yazırıq. Ən son vəsiqələrdə isə bu yuxarıda görürsünüz yazılıb AB ilə başlayan hissəni 9 rəqəmli simvolu biz daxil edirik. Köhnə vəsiqələrdə fin kod burada işarələnmiş son 8 rəqəmli. Yeni nəsil şəxs vəsiqələrində fin kod burada identifikasiya nömrəsi yazılmış. Və qeyd etdiyim kimi ən son vəsiqələrdə burada vəsiqənin fin kodu identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvoldur. Və indi biz müvafiq məlumat vəsiqəmizin nömrəsinin AA ilə başlayan hissəni yazırıq. Daha sonra fin kodumuzu yazırıq. Və burada tədris ili var. Buna siz dəymirsiniz 25-26, buna toxunmursunuz və burada görürsünüz xüsusi bir kodu var. Olduğu kimi 94 CGAU. Və burada necə yazılıb böyük kiçik bunu olduğu kimi daxil edirsiniz və daxil düyməsini sıxırsınız. Bəzən görürsünüz ki, bunu daxil edəndə hansısa bir məlumat səhv daxil edirsə, yazıcı məlumat tapılmadı. Ümumiyyətlə məlumatlar düz daxil etsəz belə məlumat çıxmasa, siz məktəb rəhbərliyinə bildirin, yəni sinif rəhbərinizə bildirin, sizin iş nömrənizi sizə göndərəcək. Yəni onlarda iş nömrəsi olur. İndi biz daxil düyməsini sıxaq. Qeyd etdiyim kimi, əgər sizə də belə bir hal baş versə, sinif rəhbərinizə bildirə bilərsiniz. Və indi biz sistemimizə daxil olduq. Burada görürsünüz, şagird haqqında məlumatlar var. Burada iş nömrəsi görürsünüz, yaşıl dairəyə almışam. 8 rəqəmli iş nömrəsini biz artıq buradan götürürük. Və daha sonra biz geri qaydırıq. Və geri qaydaraq burada iş nömrəmizi biz bura daxil edək. Və biz soyadımızı yazırıq. Adımızı yazırıq. Atadımızı daxil edək və xatırladım ki, şəxsiyyət vəsiqəsində ad soyadınız necə yazılıb o şəkildə burada qeyd etməlisiniz. Və daha sonra buraxılış vərəqəsini çap et üzərindən vurun. Bir daha bildirirəm, hər hansı bir problem yaransa sinif rəhbərinizə bildirə bilərsiniz, o sizə köməklik göstərəcək. Və yaxud da ki, imtahana buraxılış vərəqəsini onsuz da məktəblər sizə təqdim edəcək və indi biz buraxılış vərəqəsinin üzərindən vururuq. iPhone telefonuna edəndə Safari yox, Chrome-dan açın və yaxud da kompüterdən eləyin, daha rahat şəkildə ekranda PDF şəkildə görsənəcək və siz bunu özünüzdə çıxarda bilərsiniz, yaxud məktəb sizə bunu təqdim eləyəcək. Belə deyək, buraxılış vərəqəsinin rəngli yaxud rəngsiz olmasının heç bir fərqi yoxdur. Əsas üzərindəki məlumatlar oxunaqlı olsun və imtahan 9 mart tarixində səhər saat 11-də başlayacaq. Çalışın, tez gedin ki, imtahana gecikməyəsiniz və burada da Azərbaycan dili, riyaziyyat, xarici dildən imtahan verəcəksiniz. İmtahana gedərkən şəxsiyyət vəsiqəsini və eyni zamanda imtahana buraxılış vərəqəsini aparırsınız. Əgər kimin ki vəsiqəsində şəkil yoxdur, məktəbdən şəkilli araç alaraq imtahanda iştirak etməlidir. Bu şəkildə siz imtahanda hara düşdüyünüzü baxa bilərsiniz və burada imtahanda yaddaş kitabçası var, onu da oxuya bilərsiniz. Diqqətlə oxuyun və qayda pozuntusuna yol verməyin. 9 mart imtahanında iştirak edən bütün abituriyentlərin hər birinə uğurlar arzu edirəm.